Düşüncələrin hələ də arzusunda olub çata bilmədiyin xəyallarınla məşğuldur və yaxud yarımçıq qalmış nakam sevginlə, oxuya bilmədiyin o universitetlə və yaxud tamamlaya bilmədiyin o iş hələ də düşüncələrindən çıxmır. Bu psixologiyada Zeigarnik prinsipi adlanır. Bizim beynimiz yarımçıq qalan hər bir şeyi tamamlamağa çalışır. Yarımçıq qalan hər bir iş beynimizdə açıq qapı kimidir və biz o qapını daim bağlamağa çalışırıq. Bizim şüuraltımız reallığı və xəyalı ayırd edə bilmir. Biz beynimizlə oyun oynaya bilib, yarımçıq qalmış hər bir işimizi sanki tamamlanmış kimi edə bilərik. Bunu necə edə bilərik? Gestalt terapiya vasitəsilə, eyni zamanda yazı terapiyaları vasitəsilə biz yarımçıq qalmış hər bir şeyi sonlandıra bilərik. Yazı terapiyası vasitəsilə yarımçıq qalmış o nakam sevgiliyə məktub yaza bilərik. Yarımçıq qalmış o işi sanki girmiş kimi canlandıra bilərik. Əgər bu problemin öhdəsindən tək başına gələ bilmirsənsə, bu zaman professional yardım ala və psixoloqa müraciət edə bilərsən.